təqdim eləyəcəyimiz film Boş yer adlanır. Film 101 dəqiqəni əhatə eləyir. Filmdə sosial mövzulara toxunulub. Diqqətsizlikdən, həyatda boşluqdan bəhs olunan bir filmdir. Filmin bütün texniki heyəti, operator, rejissor assistentləri, rəssam, grim, geyim, prodüser, bunlar hamısı yəni tələbələrin özləridir. Filmin büdcəsi yoxdur, 0 manatdan çəkilib. Mən o qədər qəribə baxdı ki, mən ona qəribəliyin əslində başqa şey olduğunu izah eləməyə çalışdım. O isə bunu bəlkə də anlamaq istəmədi. Ola bilər. Amma öz tərəfindən baxaraq, yaşananlar fərqlidir, özəldir, unudulmayandır. Mənim hekayəm kimi. Filmdə hansı obraz canlandırırdınız? Mən Mahir rolunu, yəni Məlo rolunu oynamışam. Burada mənim üstümə düşən yük isə ailə vəziyyətində problemlər olduğu üçün yəni öz ayağımın üstə durmalı idim və ailədən kənar qalaraq öz həyatımı davam elətdirməliydim. Azər obrazını canlandırmışam. Bu film, düzdür, mənim ilk başrol filmim deyil. Bundan əvvəl də başrol Qisas adlı qısa metrajlı filmdə oynamışam. Amma bu film daha çox çətin idi, daha çox məsuliyyət tələb eləyən bir film idi. Hər şey başlanğıcı tələb eləyir və bizdə bu maddi cəhətdən fikirləşmirik. Yəni bu bir eşqdir, bu bir ruhdur.